Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu dəfə maraqlı bir mövzu ilə qarşınızdayım. Mövzuya keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənib, abunə olub paylaşmağı unutmayın ki, qarşınıza tez-tez gələk. Bəli, biz hazırda 8 noyabr prospektindəyik. Belə bir qəza baş verib. İndi onun görüntülərini təqdim edirik. Bu hadisə 2023-cü ildə baş verir. Həmin vaxt istintaqın gedişi ilə əlaqədar görüntülər ictimailəşdirilməmişdi. İndi bu günlərdə bu görüntülər ictimailəşdirildi. Həmin hadisənin baş verdiyi ərazidəyik, hansı ki fonda görürsünüz ki, yerüstü piyada keçidi var. Bu prospektdə bilirik ki, bir neçə 100 metr məsafədə belə yerüstü piyada keçidləri var idi. Çoxdan var idi. Və onlardan bəziləri eskalatorla, yəni ora qalxmaq olurdu, əksəriyyəti isə yalnız pilləkənlərlə idi. Buna görə də, xüsusilə də uşaq arabası ilə keçmək istəyən vətəndaşlar və fiziki imkanları məhdud olan insanlar o keçidlərə qalxmaq istəmirdi. Nəticə etibarilə həmin piyadalar məcburən özünü bax bu cür təhlükəyə atırdı və yolu hardan gəldi keçirdi. Belə olan halda isə 8 noyabr prospektində tez-tez ölümlə nəticələnən yol qəzaları baş verirdi. Və təbii ki, burada baş verən bütün bu hadisələri təhlil edən aidiyyatı qurumun mütəxəssisləri bu prospekti başdan ayağa yeniləməyə qərara gəldi. Və nəticə etibarilə artıq 8 noyabr prospekti deyə bilərik ki, başdan ayağa tamamilə yenilənib. Və həmin yerüstü piyada keçidlərinin arasındakı o təhlükəli nöqtələrdə belə xüsusi ərazilərdə eyni səviyyəli piyada keçidləri yaradıldı. İndi onu daha yaxından göstərək. Eyni səviyyəli piyada keçidlərə fikir verirsinizsə ki, işıqforun xüsusi işığı ilə tənzimlənir. Yəni, piyada yaxınlaşır, avtomobillər normal şəkildə qırmızı işıqda dayanır, piyadaya yaşıl işıq verilir və həmin piyadalar artıq yolu digər tərəfə daha rahat və daha təhlükəsiz formada keçə bilir. Əslində, belə eyni səviyyəli piyada keçidləri bu prospektdə indi biz görürük ki, yenə qeyd edirəm ki, bir neçə yüz metr məsafədə var. Və bu da indiki vəziyyətə birbaşa piyadaların işini asanlaşdırır, paralel olaraq da sürücülərin işini rahatlaşdırır ki, artıq sürücülər sükan arxasında tam əminliklə avtomobil idarə edəndə onlar artıq ona fokuslanmırlar ki, hardansa bu dəqiqə piyada çıxacaq və özünü atacaq yola. Nəticədə mən bilmirəm, niyə eləyim ki, o piyadanı vurmayım və qəzadan yayınım və artıq belə bir situasiyalar bu prospektdə demək olar ki, baş vermir. Bəli, bu çox yaxşı bir haldır. Bu prospektin belə yenilənməsi, piyada yönümlü istiqamətinə yenilənməsi yaxşı haldır. Amma nəticədə belə bir şey də var ki, bunu da etiraf eləmək lazımdır ki, bir çox ərazilərdə, paytaxtın bir çox ərazilərində, küçə və prospektlərində bənzər təhlükələr, bənzər problemlər hələ də qalmaqdadır. Xüsusilə də Ukrayna dairəsi kimi ərazidə, indi biz bir qədər sonra həmin əraziyə gedəcəyik, Ukrayna dairəsi istiqamətinə. Orada biz bilirik ki, dəmdəzgahlı böyük bir yerüstü piyada keçidi vaxtı ilə salındı. Böyük vəsait hesabına həmin ərazidə piyada keçidi salındı. Amma həmin piyada keçidinə çıxmaq isə təxminən mən bir dəfə saymışdım 40 neçə pilləkəndir ora çıxmaq üçün. İndi bu pilləkənlə ora qalxmaq istəyən yaşlı insanlar hansı əziyyətə, hansı çətinliyi çəkir, bunu deməyə artıq ehtiyac yoxdur. Ona görə də yenə də həmin nöqtədə hansı vəziyyət baş verirsə biz yenə də onu əyani formada göstərəcəyik. Məsələ burasındadır ki, o piyada keçidi o vaxtı inşa olunanda o da nəzərə alınmışdı ki, piyada keçidi liftlərlə işləsin. İnsanlar, yəni o məsafəyə qalxa bilməyən yaşlı insanlar həmin liftlərlə yolun digər tərəfinə keçə bilsin. Amma çox təəssüf ki, bir neçə ildir həmin ərazidə, təkcə həmin ərazidə deməzdim, bir çox liftlə işləyən, bəzi deməzdim, əksər artıq liftlə işləyən piyada keçidlərində liftlər işləmir. Səbəb də naməlum olaraq qalır. Dəfələrlə aidiyyatı qurumlara bununla bağlı müraciətlər olsa da bugün düzələcək, avadanlıqlar xaricdən sifariş verilib, gətirilir və s. kimi arqumentlər səslənsə də hələ də biz görürük ki, nəticə dəyişməyib. Bu mövzudan irəli gələn bütün məsələlər, çatışan və çatışmayan bütün problemləri olduğu kimi göstərəcəyik. Bizi izləmədə qalın. Danışdığımız kimi gəldik, çatdıq məşhur Ukrayna dairəsinə və o dəbdəbəli piyada keçidinin yaxınlığına. Baxın, həmin bu piyada keçidindən danışıram. Hansı ki, 40-dan çox pilləkəni var, bura çıxmaq üçün yaşlılar, səhhətində problem olanlar və xüsusilə də uşaq arabası ilə bura qalxa bilmir piyadalar. Ona görə də məhz həmin şəxslər üçün bu piyada keçidi tikiləndə nəzərə alınmışdı ki, burada həm sağda yolun, həm də solunda belə bir lift quraşdırılsın. Və quraşdırıldı, yəni həmin layihədə var idi.
Liftin də yerini görürsünüz. Amma bu lift indi də baxırıq ki, yerində yoxdur. İşləmir. Yoxdur. Yuxarı baxanda görürük ki, fikir verin, lift yuxarıda qalıb. Baxın, fikir versiniz piyadaya, yolu hardan keçir? Yəni, fərqi yoxdur, yaşlı nəsil, cavan nəsil, ümumiyyətlə keçə bilən, keçə bilməyən insanlar, piyadalar rahatlığa üstünlük verir. Onlar deyir ki, mənim üçün rahat olsun, yolum mənim üçün rahat infrastruktur qurum, mən əziyyət çəkməyim, bu qədər məsafəni mən yuxarı qalxmayım, mənim üçün rahat şərait yarat, mən də qəza şəraiti yaratmayım, problem yaratmayım sürücülərə, rahat yerdən keçəm. Amma indiki vəziyyətdə biz görürük ki, bu ərazidə infrastruktur piyada yönümlü deyil. Baxın, piyadalara xidmət eləmir. Məsələ bax budur. Yəni, bu keçid faktiki olaraq piyadalara xidmət eləmir. Səbəbi də odur ki, bu keçiddə lift və digər piyadalar üçün daha əvvəldən düşünülən o şərait yoxdur. Lift işləmir. Siz fikirləşin ki, bu ərazidə biz hazırda günorta saatlarında saata baxırıq ki, saat 13-dür. Yəni bu saatlarda daha az piyadalar bu istiqamətə keçib gedib gələ bilir, metro istiqamətinə, amma səhərin pik saatlarında, gecə saatlarında, axşama doğru burada nələr baş verir, nə qədər piyada yolu keçir, onu da burada yaşayanlar məndən daha yaxşı bilir. Və gecənin qaranlığında indi fikirləşin ki, bu istiqamətdə düz yoxuşa doğru avtomobillər hansı sürətlə qalxırsa, həmin sürətdə qəfil qarşısına piyada çıxanda burada hansı vəziyyət yarana bilər. Onu da deməyə ehtiyac yoxdur yəqin ki. Bəli, bizi izləmədə qalın, araşdırmağa çalışacağıq. Biz diqqət yetirəndə görürük ki, piyada vurulma hadisələri, ümumiyyətlə piyadaların iştirakı ilə yol nəqliyyat hadisələri haralarda və hansı şəraitdə baş verir. Çox maraqlı mənzərə çıxır. Məsələn, görürük ki, həmin hadisələr bir xeylisi piyada infrastrukturunun çox zəif olduğu yerlərdə baş verir. Məsələn, elə yerlər var ki, hətta orada səki də yoxdur, düzəməlli səki də yoxdur. Ona görə də insanlar məcbur olurlar yolun hərəkət hissəsindən hərəkət edirlər. Nəticədə özlərini təhlükəyə məruz qoyurlar və xırda bir səhvlər həmin o insanların yolun hərəkət hissəsində vurulması ilə nəticələnir. Özü də məsələ burasındadır ki, iki avtomobilin sürücüsü qarşılıqlı olaraq səhv eləyəndə bu 99-98% hallarda sadəcə maddi ziyandan hər şey bitir. Amma piyada vurulma hadisələrinin birincəliyi var. Piyada vurulma hadisələrinin 50%-dən çoxunda, hətta bir 70-80%-da ən azından sağlamlığa az ağır xəsarət dəyir və yaxud da ölüm baş verir. Bu nə deməkdir? Bu deməkdir ki, piyadalara xüsusi təhlükəsiz yanaşma olmalıdır. Tamam başqa cür yanaşma olmalıdır. Və o yanaşma da başlamalıdır infrastrukturdan. Hər yerdə kəsintisiz səkilər olmalıdır. Elə edilməlidir ki, piyada istənilən küçə ilə, istənilən yolla hərəkət edə bilsin və bu zaman hərəkət hissəsinə çıxmağına heç bir zərurət qalmasın. İkinci məsələ, piyada keçidləri təhlükəsiz olmalıdır. Özü də həm də təhlükəsiz və əlçatan olmalıdır. Amma ən başlıcası, infrastrukturda çox ciddi problemlər var. Onun üzərinə gedilməlidir. Məsəl üçün, şəhərdə bilirsiniz də, hələ Sovet dövründə də Bakının bəzi yerlərində yeraltı piyada keçidləri var idi. Sonra bəzi yerlərdə yerüstü piyada keçidləri və yeraltı piyada keçidləri çoxalmağa başladı. Amma diqqət yetirəndə görürük ki, bu heç də səmərəli deyil. Həmin bax o mobillik məhdud olan insanlar oradan istifadə eləmək istəmirlər. Hətta digər insanlar da istifadə eləmək istəmirlər. Bunun səbəbini axtarmaq lazımdır ki, səbəb hardadır, nəyə görə. Və məsələn, illərlə bizim dediyimizi artıq bəzi yerlərdə həyata keçirməyə başlayıblar. Onun ən yaxşı nümunəsi də 8 noyabr prospektidir. Görürsünüz, 8 noyabr prospektində hər il, məsələn, keçən ilə qədər, hər il orta hesabla 8, 10, 12 nəfər adam piyada olaraq vurulub öldürülürdü. Amma görürsünüz, bu il orada dəyişikliklər oldu, svetoforlar qoyuldu, sonra sürətin endirilməsinə məcbur edən elementlər tətbiq olundu. Düzdür, hələ ki bu da ideal vəziyyət deyil. Bu demək deyil ki, hər şey idealdır. Amma hər halda bir təhlükəsizliklə bağlı 2 addım qabağa gedildi və orada dəhşətli, faciəli bir şey də yoxdur. Yəni, istənilsə yanaşmalar dəyişə bilər və uğurlu nəticələr əldə oluna bilər. Bunları eləmək lazımdır.